Avtoqraf proqramının Cenevre 2013 mərhələsinin baş partnyoru Bentley Baku şirkətidir. Bir neçə dəqiqədən sonra yeni Bentley Flying Spur'un dünya premyerası burada baş tutacaq. Sərgidən bir neçə gün əvvəl internetdə yeni modelin ilk tizerləri dərc olundu. Daha sonra video görüntülər nümayiş etdirildi. Amma bu görüntülərdə avtomobili tam görmək olmurdu. Onun ayrı-ayrı hissələri göz önündən keçirdi. İstənilən halda Bentley marketoloqları öz niyyətlərinə nail oldular. Yeni modeli maraq həddən artıq çox idi. Bəzən elə təəssürat oyanırdı ki, kiminsə hövsələsi çatmayacaq və avtomobilin örtüyünü vaxtından əvvəl çəkib çıxaracaq. Bentley rəhbərliyi jurnalistlərin suallarını cavablandırdı. Mənim də suallarım çoxdur. Həmsöhbətim isə Bentley Motors'un marketinq və satış üzrə meneceri Kevin Rossdur. Qarşımızda premyerası baş tutan Bentley Flying Spur doğrudanmı tam yeni modeldir, yaxud buna yenilənmiş model demək olar? Mən deməliyəm ki, bu tam yeni Flying Spur'dur. Biz avtomobilin kuzovundakı bütün panelləri dəyişmişik. Salonda isə 600-dən çox komponent dəyişdirilib. Yeni gücləndirilmiş mühərrikin potensialı 626 at gücündən də çoxdur. Və nəhayət, avtomobilə yeni avtomat sürət qutusu quraşdırılıb. Düşünürəm, ona tam yeni avtomobil demək tamamilə ədalətli olar. Soruşuram, hansı səbəbdən modelin adından Continental sözü götürüldü? Bu deməkdir ki, avtomobil yeni bazar segmentinə tuşlanır. Müştəriləri dəyişir. O zaman kimdir bu müştəri? Biz Bentley Continental və Flying Spur modellərinin arasından sədd çəkmək istəyirik. Onlar fərqli müştəri qruplarına ünvanlanır. Bundan əlavə, Flying Spur daha çox şərq bazarlarında satılır. Continental isə daha çox qərbdə tələbatla üzləşir. Məlumdur ki, Continental Driver, yəni sürənin avtomobilidir. Mulsan isə əksinə, arxa oturacaqda əyləşmiş sahibinin komfortlu nəqliyyat vasitəsidir. Demək olarmı ki, Bentley Flying Spur istirahət günləri sürücüsünü evə göndərib özü sükan arxasına əyləşən sahibinin avtomobilidir. Tamamilə haqlısınız, bu məhz belədir. Bilirsiniz, məsələn, Çində Bentley müştərilərinin 70% sürücü ilə hərəkət etməyə üstünlük verir, 30% isə özü sürür. Amerika Birləşmiş Ştatlarında bu rəqəmlər tərsinədir. Biz elan edirik ki, bu model hər iki cür müştəri üçündür. Sizcə hansı mühərrik Flying Spur modeli üçün daha çox aktualdır? Ümumiyyətlə, dəbdəbəli, komfortlu sedana 12 silindirli, möhtəşəm güclü motor niyə gərəkdir ki? Bəlkə yeni, müasir V8 mühərriki daha məntiqə uyğun olardı. İş burasındadır ki, 12 silindirli mühərrik həmin o siz dediyiniz dəbdəbənin simvoludur. Bizim avtomobili alan müştəri məhz belə dəbdəbəni axtarır. Buna görə ilk növbədə yeni model ilə 12 silindirli motor təklif olunacaq. Az sonra isə ola bilsin 8 silindirli Flying Spur da istehsal edək. Soruşuram ki, əvvəlki Flying Spur'da neçə ədəd satılmışdı və yeni model ilə hansı ümidləri bağlayırlar? Hansı bazarda neçə avtomobil satmaq nəzərdə tutulur? Əvvəlki modeldən hər il 3000-ə yaxın satılırdı. Ümumilikdə 20.000-ə yaxın Flying Spur sahibini tapdı. Və biz yeni modellə də ən azı bu göstəriciləri təkrar etməyi planlaşdırırıq. Ümumi satışların 60%-i Asiya ölkələrinin, qalan hissə isə Birləşmiş Ştatlar, Avropa və Yaxın Şərq bazarlarının payına düşür. Həmsöhbətimdən soruşuram, Azərbaycanın super prestijli avtomobillər bazarında Bentley'nin populyar olduğunu, rəsmi ixalçının satış göstəricilərinin daim artırdığını bilirmi? Ümumiyyətlə bizim bazara münasibəti necədir? Bəli, bilirəm, yəqin sizin üçün də növbəti məlumatım maraqlı olar. Ötən il Azərbaycan bazarı bizim üçün, məsələn, İspaniya bazarından da maraqlı oldu. Məhz buna görə biz Azərbaycanla böyük ümidlər bağlayırıq və fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq. Və sonda mən həmsöhbətimə deyirəm ki, Continental GT-nin bizim ölkədə belə uğur qazanacağına heç kim əvvəlcədən proqnoz verə bilmirdi. Çünki iki qapılı kupelər ənənəvi olaraq bizdə çox populyar olmur. Bentley kupesinin belə satılması hardasa gözlənilməz oldu. Hərçənd burada şübhəsiz Bakıdakı partnyorunuzun böyük əməyi var. Lakin 4 qapılı sedan Flying Spur tam əminliklə deyə bilərik ki, bizim bazarda müvəffəqiyyətə məhkumdur. Çünki o Mulsan qədər bahalı deyil, eyni zamanda super prestijli Bentley sedanıdır. Bentley'nin məhsul işçisi dediklərimdən razı qalır və deyir ki, tezliklə Bakıya səfər etməyi planlaşdırıb. Xatırladım ki, Bentley Flying Spur 2005-ci ildə işıq üzü görmüşdü. 2009-cu ildə isə daha güclü Flying Spur Speed variantı buraxıldı və budur qarşımızda tam yeni avtomobil. Kuzovun uzunluğu 5295, eni 1976, hündürlüyü 1488 mm-dir. Son göstərici dəyişəndir. Pnevmaskı hərəkətin sürətindən asılı olaraq klirensi dəyişir. Məsələn, sürət saatda 195 km çatdıqda sedan qarşıda 5, arxada isə 10 mm alçalır.
Sürət saatda 240 km çatdıqda isə bu alçalma qabaqda 8, arxada 13 mm olur. Bunun sayəsində avtomobilin aerodinamik xüsusiyyətləri yaxşılaşır, yüksək sürətlərdə kurs stabilliyi artır. Əlbəttə, avtomobilin xarici dizaynı əvvəlki modeldən qaynaqlanır. Lakin bir baxış kifayətdir ki, avtomobilin daha parlaq, daha temperamentli, daha müasir eksteryer əldə etdiyini anlayasan. Qanad və çiyinlərin sayəsində yeni Flying Spur daha enli fiqurlu, daha güclü təsir bağışlayır. Avtomobilin salonu müştərinin arzusu ilə 4 və yaxud 5 yerli ola bilər. İstənilən halda salon komfort və ən müasir multimedia sistemlərinin daşıyıcısıdır. Burada bar da var, internet də, kinoteatr da. Tezliklə Bentley Flying Spur modelinin testlərini keçirib hesabat hazırlamağı planlaşdırılıb. Hələlik isə daha ətraflı məlumat üçün rəsmi dilir Bentley Baku salonuna müraciət edə bilərsiniz.